Ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin süqutundan az sonra Reuters informasiya agentliyinin müxbirləri İranın Dəməşqdəki səfirliyinə baş çəkiblər. Səfirlik həmin vaxt bərbad vəziyyətdə olub və çoxlu sənədlər yerə səpələnibmiş. Reuters müxbirləri eyni zamanda İranın Suriyadakı yumşaq güc mərkəzlərinə, o cümlədən diplomatik, iqtisadi və mədəniyyət ofislərinə səfər zamanı geniş sənədlər toplusu əldə ediblər. Onlar ticarət müqavilələri, iqtisadi planlar və rəsmi yazışmalar da daxil olmaqla 2000-ə yaxın sənədin şəklini çəkiblər. Daha sonra həmin sənədləri təhlil etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Dünən mayın 1-də Reuters bu təhlilin nəticəsi olan xüsusi hesabatda İranın Suriyanın yenidən qurulması üçün iddialı iqtisadi planını işıqlandırıb. Hesabat İranın Suriyada imperiya ambisiyaları vardı. Səfirliyin məxfi sənədləri bunun niyə uğursuzluğa düçar olduğunu göstərir başlığı ilə dərc edilib. 2022-ci ilin may ayında İranın Suriyadakı səfirliyinin siyasi-iqtisadi şöbəsi tərəfindən 33 səhifəlik rəsmi araşdırma şəklində hazırlanmış proqramda bir neçə dəfə Amerikanın Marshall planına istinad edilir. İranın Dəməşqdəki səfirliyinin hesabatında deyilir ki, İkinci Dünya müharibəsindən sonraki dövrdə Amerika Birləşmiş Ştatlarının Marshall planı iqtisadi, siyasi və sosial mədəni bağlılıq yaratmaqla Avropanı Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə salmağa müvəffəq olub. Aydın olur ki, İran da eyni yanaşmanı yaxın şərqdə tətbiq etməyə və çoxsaylı müharibələr nəticəsində dağılmış Suriyanı yenidən qurmağa çalışıb. Qeyd olunan strateji hesabatda təklif olunub ki, İran iqtisadi imperiya qurmaq yolu ilə Suriya üzərində təsirini artıraraq onu özünün peyk dövlətinə çevirsin. Sənəddə vurğulanıb ki, Suriyanın bərpası 400 milyar dollarlıq fürsət deməkdir və İran bundan öz payını götürməlidir. Reuters həmçinin 12 İranlı və Suriyalı iş adamı ilə müsahibə aparıb və boz sanksiya zonalarında, yəni sanksiyaların tətbiq edilməsinin çətin olduğu ərazilərdə fəaliyyət göstərən İran şirkətləri şəbəkəsini araşdırıb. Eləcə də müxtəlif səbəblərdən dayandırılmış bəzi İran investisiya layihələrinə də baş çəkib. Bu layihələrə silahlı qrupların hücumları, korrupsiya, sanksiyalar və Qərb ölkələrinin bombardmanları nəticəsində irəliləyişə nail ola bilməyən dini məkanlar, zavodlar və hərbi obyektlər daxildir. Onların arasında Latakiya sahilində İran mühəndislik şirkəti tərəfindən tikilən, lakin hazırda istifadəsiz qalan 411 milyon avro dəyərində elektrik stansiyası da var. Həmçinin İranın ali rəhbəri Əli Xameneyiyə bağlı xeyriyyə təşkilatı tərəfindən Fərat çayı üzərində inşa edilən 26 milyon dollarlıq dəmir yolu körpüsü illər əvvəl Amerika Birləşmiş Ştatları koalisiyasının hava hücumu nəticəsində dağılıb və nə təmir olunub, nə də layihənin xərcləri Suriya tərəfindən ödənilib. İran səfirliyinin tapılmış sənədlərdə qeyd olunan 40-a yaxın layihə İranın Suriyadakı ümumi investisiyalarının yalnız kiçik bir hissəsini təşkil edir. Bununla belə, təkcə bu məhdud kolleksiya əsasında Reuters müharibənin sonuna qədər Suriya hökumətinin İran şirkətlərinə ödənilməmiş borclarının ən azı 178 milyon dollar olduğunu təxmin edib. İran parlamentinin keçmiş üzvü isə Bəşər Əsəd hökumətinin İrana ümumi borcunun 30 milyar dollardan çox olduğunu bildirib. Reutersin hesabatına görə İranın Suriyada iqtisadi proqramlarının həyata keçirilməsinə cavabdeh şəxs 2022-ci ilin martında İran və Suriya arasında iqtisadi əlaqələrin inkişafı üzrə qərargah adlı qurumun rəhbəri təyin olunan Sepah üzvü Abbas Əkbəri olub. O, eyni zamanda İranın o zamanki birinci vitse-prezidenti Məhəmməd Müxbirin müşaviri təyin edilib. Bu qərargahın məqsədi iki ölkə arasında ticarəti genişləndirmək və İranın Suriyada vətəndaş müharibəsi zamanı xərclədiyi kapitalı geri qaytarmaq idi. Məhz Əkbərinin rəhbərlik etdiyi komanda Amerikanın Marshall planının nümunəsi əsasında yuxarıda qeyd olunan 33 səhifəlik rəsmi hesabatı hazırlayıb. Təbii ki, İranın Suriyadakı iqtisadi mövcudluğu Əkbəridən əvvəlki dövrə təsadüf edir. İranın ən böyük infrastruktur şirkətləri
şirkətlərindən biri olan Mapna Group Suriya ilə ilk böyük müqaviləsini 2008-ci ildə Dəməşq yaxınlığında elektrik stansiyası tikmək üçün imzalayıb. Az sonra Homs yaxınlığında başqa bir elektrik stansiyasının tikintisi üçün ikinci müqavilə bağlanıb. Həmin dövrdə iki ölkə arasında iqtisadi əlaqələr də əhəmiyyətli sıçrayış etdi. Lakin bu tendensiya uzun sürmədi. 2011-ci ilin dekabrında Suriyada iş görmək təhlükəli mərhələyə qədəm qoydu. Gəndər elektrik stansiyasında çalışan 7 İranlı işçi üsyançılar tərəfindən qaçırıldı və onlardan ikisi öldürüldü. Bununla belə Mapna investisiyalarını artırırdı. Şirkət 2015-ci ildə Suriyanın müharibədən əvvəlki enerjisinin yarısından azını istehsal edən elektrik şəbəkəsinin təmiri üçün müqavilələr əldə etdi. Ən iddialı layihə Latakia elektrik stansiyasının tikintisi idi. Layihə əvvəldən korrupsiya, gecikmiş ödənişlər və keyfiyyətsiz işçi qüvvəsi kimi problemlərlə üzləşmişdi. Əldə edilən sənədlərə görə Suriya hökuməti İran şirkətinə Əsəd ailəsinə bağlı podratçılardan istifadə etməyi tapşırmışdı. Mapna 2024-cü ilin noyabrında Əsədin devrilməsindən cəmi bir ay əvvəl Latakia layihəsinin təxminən 50%-nin yerinə yetirildiyini elan etmişdi. İran səfirliyindəki məktublar göstərir ki, Suriya hökuməti birtərəfli qaydada müqavilələrin şərtlərini dəyişib və Mapna Latakia elektrik stansiyasının tikintisinin bütün xərclərini özü ödəməyə məcbur olub. Amma Mapnanın direktoru hazırda İranın energetika naziri olan Abbas Əliabadi 2018-ci ildə yazdığı məktubda bildirib. Mapna Group bütün xarici şirkətlərin Suriyanı tərk etdiyi 7 illik vətəndaş müharibəsi dövründə Suriyanın energetika nazirliyindəki qardaşlarını tək qoymadı. 2015-2020-ci illər arasında İran və Suriya hökumətləri Dəməşqin borclarını kompensasiya etmək üçün kənd təsərrüfatı torpaqlarının İrana verilməsi, mobil telefon operatoru lisenziyaları, mənzil tikintisi layihələri, fosfat hasilatı konsessiyaları və neft yataqlarının kəşfiyyatı müqavilələri də daxil olmaqla bir sıra sazişlər imzalayıblar. Lakin Reuters'ın hesabatı göstərir ki, bu layihələrin çoxu sanksiyalar, işçi qüvvəsi və təhlükəsizliklə bağlı problemlərlə üzləşib və nəticədə olduqca az gəlir verib. BMT-nin hesablamalarına görə İran 2015-ci ilə qədər Suriyada hər il təxminən 6 milyard dollar xərcləyib. İran rəsmiləri bunu mübaliğə adlandırsalar da heç bir rəsmi rəqəm açıqlamayıblar. Amma xərclənən milyardların konkret məbləğindən asılı olmayaraq, İran rejiminin Suriyadakı layihələrdən əldə etdiyi gəlir təqribən sıfıra bərabər olub. Necə deyərlər, it də gedib, ip də.